kontrakturalar demək olar ki, %90 müalicə ilə sağala bilir. Amma %100 deyil. Qalan 8-10% düşür cərrahi əməliyyatın boynuna. Amma bütün hallarda əgər oynaq mənşəli kontrakturalar baş veribdirsə, oynağın tam deformasiyası, məsələn, bir də görsən, oynaq o qədər deformasiya uğrayıb ki, orada kontraktor üçün müalicə aparılmasına belə dəyməz. Çünki oynaq implant olmalıdır, dəyişilməlidir. Amma oynaqda qığırdaq toxuması hələ idarə eləyəcək vəziyyətdədirsə, xəstənin kompensator olaraq idarə eləyə bilərsə, bu zaman onun müalicəsi aparılır, tamamilə açılır. Amma bu açılanda bir məsələ var. Əsasda ətraf oynaqlarda, aşağı ətraflarda, diz oynağında, bu çanaq oynağında buna daha tez-tez rast gəlinir. Məsələn, xəstədə artroz baş verir. Artroz zamanı diz oynağında diz qapağının hərəkətliliyi pozulur və diz oynağı axıra qədər açıla bilmir. Bir tərəfli də ola bilir, iki tərəfdə də ola bilir ki. Məsələn, xəstə gəlir ki, dizim ağrıyır, uzun müddətdir dizim ağrıyır, uzadıb baxırsan, görsən kontrakturadır. Deməli, bu artıq 5 il, 10 ildir bəlkə də bu məsələ var. Deyirəm, axı, diz oynağı açılmır axı. Deyir, hələ uzun illərdə açılmırdı, amma ağrımırdı. İndi artıq ağrı verməyə başlayıb. Niyə? Getdikcə ağırlaşır. O diz oynağı axıra qədər açılmırsa, insan əgər hiss edir ki, diz oynağını aça bilmirsə, bu artıq problem deməkdir. Problemin başlanmasının göstəricisidir. Bunu dərhal həll etmək lazımdır ki, bərpa etmək lazımdır ki, öz funksiyasını normal daşıya bilsin. Çünki biz diz oynağı axıra qədər açılmırsa, bu zaman yəni nə baş verir? Diz oynağı biraz yarım bükülü vəziyyətdə olur və bel əzələləri də gərilmiş vəziyyətdə qalır. Çanaq əyilir, bel əzələləri də gərilmiş vəziyyətdə qalır. Hansısa müddətdən sonra ikincil olaraq bel problemləri başlayır. Amma diz oynağının vaxtında düzgün müalicə olunduqda bel zədələnmədən xəstəlikdən qurtula bilir və hərəkətliliyini bərpa eləyə bilir. Və bu açılmada olan problem. Bir də var bu qatlanmada olan problem. Bir çox insanlarda rast gəlinir. Hətta cavan şəxslərdə də oturub dura bilməmək problemi. Diz oynağı axıra qədər qatlana bilmirsə, yəni insan tam otura bilmirsə, bu da kontrakturadır. Bəli, bu da artıq problem deməkdir. Dörd başlı əzələnin məsafəsi qısalır. Bu da artıq öz növbəsində kontraktura deməkdir. Yəni, oynaq normal trayektoriyada bükülüb açıla bilmir. Oynaq məhdudluğu deyək, hərəkət məhdudluğu. Yəni, bunu hələ xəstəliyin başlanğıcı kimi düşünək. Hələ xəstəlik olmaya da bilər. Çünki həmin anda onu rengenoloji, MRT-də müayinə eləsən, oynaq tam normal oynaqdır. Yerdə heç vaxt oturmayıb, heç vaxt dörd başlı əzələni axıra qədər gərməyib, heç onun işləməməsindən də belə xəbəri yoxdur. Ara sırada hansısa gərginlik verəndə, çox qaçanda, məcbur cəhd hərəkətlər eləyəndə biraz ağrılar verir, sonradan keçir. Hətta futbol oynayan insanlar var ki, insan xəbəri yoxdur ki, yerdə otura bilmir. Deyirəm, bəs oynamağa başlamamışdan qalmaq, siz bir isinmə hərəkətləri eləməlisiniz axı. Deyir, hə, isinmə hərəkətləri eləyirikdə, biraz asta yürüşlə stadionda qaçırıq, biraz isinmə hərəkət. Bu isinmə hərəkəti deyil. Əgər əzələ tam elastikliyini bərpa etmirsə, edə bilmirsə, bu artıq problemdir və gələcəkdə də oynağa, çanağa, belə problemlər törədəcək deməkdir. Yəni, bunu biraz diqqət yetirməlidir. Kontrakturalarla mübarizə aparmaq təhsilə xəstələrə aid deyil. Özünü sağlam hesab eləyib kontrakturası olan insanlar var ki, heç bundan xəbəri yoxdur. Hətta məktəbli uşaqlar var ki, normal yerdə oturub qalxa bilmir. Amma yenə də bu alınmırsa, həkimin dediyi kimi evdə test etdiyimiz halda bardaş qurub otura bilərik. Hansısa bir halda, hətta əzələlərdə əzələnin cırılmasına qədər gətirib çıxara bilər zorlamaq nəticəsində. Əzələnin elastikliyini yavaş-yavaş, asta-asta eləmək olar. Qəflətən hansısa gərginliyi vermək olmaz. Əzələnin fasyanın cırılmasına, əzələ toxmasının dağılmasına gətirib çıxara bilər. Bu biraz ciddi məsələdir. Bəzən də trenajör zallarını deyirlər. O trenajör təlimatçıları bəzən anatomik biliyə o qədər də malik olmadıqları üçün bəzən gərginliyi biraz da artırırlar. Çünki bu cürdə fasyaların cırılması ilə də müraciət edirlər ki, hansısa hərəkət eləyə bilmirdim, ayağı aça bilmirdim, şpaqat eləyə bilmirdim, gərginlik verdilər, hansısa vətərdə cırılmalar və yaxud da ki, fasyanın cırılması hallarına rast gəlinir. Bu biraz ciddi məsələdir. Kontrakturalar çox ağır vəziyyətdədirsə, məsələn, barmaqların kontrakturasını xəstənin evdə aşma ehtimalı çox zəifdir. Revmatoid artritdə əsasən də. Çünki burada etaplı müalicələr getməlidir. Birinci etapda iltihabın sonlandırılması aparılmalıdır. Əgər iltihab sonlanmayıbsa, orada kontrakturanın açılmasından söhbət gedə bilməz.